Uşağının qurdu var, dişin qızıyır, ağzından pis qoxu gəlir, iştahsızdır. Onda mənə diqqətlə qulaq as. Çünki sənə dərmansız, tam təbii yolla bağırsaqlarda nə qədər qurd, parazit var, hamısını tərtəmiz təmizləməyin yolunu göstərəcəm. Amma əvvəlcə ekrandakı ürəyi qızart, profilin üzərindəki üstə gələ işarəsinə toxun, videonu qayda diqqətlə qulaq as. Götürürsən 3 diş sarımsağı xırda-xırda doğrayırsan. Sonra 2 dənə limon götürürsən, onu da xırda-xırda doğrayırsan, atırsan bu doğradığın limon və sarımsağı bir dənə təncərənin və ya qazanın içinə. Üstünə 1 çay qaşığı sarı kök, yarım çay qaşığı duz atırsan və 850 milli ilıq su əlavə eləyib 10-15 dəqiqə qaynadırsan. Qaynadıqdan sonra süzürsən. Süzdükdən sonra 200 milli götürürsən, qoyursan soğusun. Gündə bir dəfə səhər-səhər ac qarnına içirsən. İstər uşaqlar, istər böyüklər. İçdiyiniz zaman bağırsaqda olan nə qədər qurd var, parazit var, toksin maddələr var, yığıntılar var, hamısını tərtəmiz təmizləyəcək, bağırsaqları edəcək gül kimi. Videonu hər kəslə paylaşın və məni mütləq takip edin ki, sağlamlığınızın qeydinə qalan əzizasınız baloğlanla hər zaman sağlam qalasınız.